Almaniya NATO'nun Steadfast Dart hərbi təlimlərində mərkəzi rol oynayır və Şimali Atlantik Alyansının müdafiəsində əsas bağlantı nöqtəsinə çevrilir. Bildirilir ki, Almaniya təlimlərdə əsas qovşağı təşkil eləyəcək. Qeyd edeyim ki, Steadfast Dart çərçivəsində ölkəyə 10 mindən artıq hərbi qulluqçu, eləcə də hərbi texnika və nəqliyyat vasitələri göndəriləcək. Təxminən 2000-ə yaxın hərbi texnika, tanklar, reaktiv buraxılış qurğuları, 20-dən çox təyyarə və təxminən eyni sayda dəniz texnikası, o cümlədən desant gəmiləri, freqatlar və sualtı qayıqlar iştirak eləyəcək. Təlimlər Almaniya Silahlı Qüvvələrinin generalı Inga Gerhardsın rəhbərliyi altında keçirilir. O bildirib ki, təlimlər zamanı müdafiəyə yüksək hazırlıq səviyyəsini nümayiş etdirirlər. Ümumilikdə təlimlərdə 11 NATO üzvü iştirak eləyir. Bunlar Belçika, Böyük Britaniya, Almaniya, İspaniya, Yunanistan, Çexiya, Litva, Bolqarıstan, Türkiyə, İtaliya və Fransadır. Yer gəlmişkən Almaniya kansleri Friedrich Merz həftə sonu hökumət nümayəndələri ilə birlikdə İtaliyada baş nazir Giorgia Meloni ilə görüşdü və hər iki ölkənin liderləri yeni azad ticarət sazişini dəstəklədiklərini bildirdilər. Qeyd edeyim ki, İtaliya baş naziri Giorgia Meloni və Almaniya kansleri Friedrich Merz Almaniyanın üstün tərəfdaşı olaraq Fransa yerinə İtaliya keçəcəkmi sualına cavab olaraq gülümsədilər mətbuat konferansında və bu gülümsəmə suala cavab kimi dəyərləndirildi. Lakin sonradan onlar dərhal belə bir fikri inkar etdilər. Qeyd edeyim ki, Paris bu iki tərəfli görüş barədə əvvəlcədən məlumatlandırılmışdı. Buna baxmayaraq bu hadisə Fransa ilə Almaniya arasındakı son fikir ayrılıqlarına dolayı cavab kimi şərh olunur. Qeyd edeyim ki, iki ölkə arasında əvvəl yaxın münasibət olsa da son aylarda fikir ayrılıqları artıb. Fransa Almaniyanın dəstək verdiyi Avropa İttifaqı ilə Mercosur arasında razılaşmaya qarşı çıxır. Bundan başqa Fransa Kaser tərəfindən dəstəklənən Ukraynaya yardım üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadəni də bloklayıb. Həmçinin bundan başqa 2017-ci ildə başlanmış Fransız-Alman döyüş təyyarəsi layihəsi üzrə irəliləyiş görünmür. Hətta Avropa buna ehtiyac duyduğu halda belə.